Bu həftə Şikayət TV-yə ölkənin müxtəlif bölgələrindən bir-birindən ciddi müraciətlər daxil oldu. Palçığa çevrilən yollar, qazsız qalan kəndlər, su basmış zirzəmilər, sakinləri yuxudan oyadan təmir işləri. Bu şikayətlərdən biri ilə bağlı artıq rəsmi reaksiya da var. Gəlin həftənin icmalına birlikdə baxaq. Saat 05:27 Sumqayıtda sakinləri yuxudan oyadan təmir. Sumqayıtda sakinlər səhər tezdən saat 05:27-də aparılan təmir işlərinin səs-küyündən yuxudan oyanıblar. Kadrlarda sakinlərdən biri saatı kameraya yaxınlaşdıraraq vaxtı nümayiş etdirir. Sakinlər bildirir ki, bu cür işlər insanların istirahətinə mane olur və normativlərə ziddir. Qaz yoxdur, alternativ də yoxdur. Cəlilabad kəndlərində ağır durum. Cəlilabadın Dövlətbəyli, Fərəcullalı, Soltankənd və Çinar kəndlərində sakinlər illərdir mavi qazsız yaşayır. Qış yaxınlaşdıqca vəziyyət daha da ağırlaşır. Sakinlər deyir ki, odun da tapmaq çətindir. Almağa isə imkanları yoxdur. Qazın olmaması həm isitmə, həm də gündəlik məişət üçün ciddi problem yaradır. Sumqayıtda su basmış zirzəmi, illərdir həll yoxdur. Sumqayıtın 17-ci mikrorayonunda yerləşən 51-ci binanın zirzəmisi illərdir su ilə doludur. Kadrlarda suyun mənzillərə yayıldığı, divarların zədələndiyi, evlərdə nəmişliyin yarandığı görünür. Sakinlər deyir ki, dəfələrlə müraciət etsələr də problem hələ də həll olunmayıb. Yol düzəltmək istədilər, palçığı çoxaltdılar. Savalandan şikayət Bakının Savalan qəsəbəsində daxili yollar yararsız vəziyyətə düşüb. Videolarda palçıq içində qalan küçələr, iri gölməçələr və çətin keçidlər görünür. Sakinlər bildirirlər ki, yol düzəltmək adı ilə vəziyyət daha da pisləşib. Xaçmazda asfalt vədi havada qaldı. Məktəbin ətrafı palçıq içində. Xaçmazın İzmayılovka qəsəbəsində 2 nömrəli məktəbin ətrafındakı küçələr hələ də bərbad vəziyyətdədir. Sakinlər bildirirlər ki, asfalt salınacağı vəd edilsə də indiyədək real nəticə yoxdur. Yağış yağan kimi küçələr palçığa çevrilir. Şikayət TV-dən sonra rəsmi reaksiya. Şəki şəhərində 9 saylı məktəbə gedən yolun bərbad vəziyyəti Şikayət TV-də işıqlandırıldıqdan sonra rəsmi qurumdan reaksiya gəlib. Şəki şəhər İcra Hakimiyyəti açıqlamasında bildirib ki, yaranmış vəziyyətin aradan qaldırılması ilə bağlı Podratçı təşkilata müraciət olunub. Bu həftə Şikayət TV-yə daxil olan əsas müraciətlər bunlar idi. Siz də yaşadığınız problemi işıqlandırmağımızı istəyirsinizsə, video və məlumatları bizə göndərin. Səsinizi çatdıraq. Kanala abunə olun. Növbəti icmalı gələn bazar təqdim edəcəyik.